Salam, hörmətli izləyicilər. Xoş gördük. Bu videoda sizə Azərbaycan dili dərsliklərində ekspozisiya anlayışının izahı haqqında bəhs eləyəcəm. Ekspozisiya nədir və Azərbaycan dili dərsliklərində necə izah olunur? Bildiyiniz kimi, Azərbaycan dili dərsliklərində ekspozisiya bədii mətnin, daha doğrusu hekayənin 3 hissəli strukturunda onun giriş hissəsi kimi götürülür. İlk dəfə 2-ci sinif dərsliyindən başlayaraq 2-ci, 3-cü, sonra 5-ci sinifdə, yəqin ki 4-cü sinifdə də mətnlər üzərində işləyərkən bunlar nəzərə alınır. 5-ci sinif və nəhayət 6-cı sinifdə artıq sujet əsasında ekspozisiya giriş olaraq izah edilir. Doğrudur, mən bunun izahını dəfələrlə vermişəm ki, bu izahın, bu nəzəri, deyək, formalaşdırılmış məlumatın, qaydanın heç bir nəzəri elmi əsası yoxdur. Avropa mətn dilçiliyində hekayənin 3 hissəli strukturu yalnız ekspozisiyadan yox, eyni zamanda onun düyün hissəsindən ibarətdir. Bizim dərslik müəllifləri ekspozisiyanı giriş götürdükləri üçün ona görə də dərslikdə ertələnmiş ekspozisiyanı bax bu şəkildə təqdim edirlər, belə izah eləyirlər, daha doğrusu belə bir qayda formalaşdırıblar. Bədii mətnin giriş hissəsində əsas obrazlar haqqında ümumi məlumat verilir. Yəni demək istəyir ki, giriş hissə, bu ekspozisiya mətnin giriş hissəsidir və indiyənə qədər, deyək ki, 5-ci sinif dərsliyində yazılan nəzəri məlumatdır bu. Bugünə qədər də aşağı siniflərdə açıq şəkildə giriş hissə mətnin ekspozisiyasının ehtiva etdiyi məlumatların məhz giriş hissə olaraq adlandırıblar. Bir daha oxuyuram. Bədii mətnin giriş hissəsində əsas obrazlar haqqında ümumi məlumat verilir. Bəzən mətnlərdə giriş hissə əvvəldə verilməyə bilər. Öncə mənim diqqətimi çəkən birinci cümlədir. Bədii mətnin giriş hissəsində obrazlar haqqında məlumat verilir. Belə bir fikir söyləyir. Bunu elmi cümlə adlandırmaq olarmı? Təbii ki, adlandırmaq olmaz. Hesab eləmək olmaz. Bütün bədii mətnlərin giriş hissəsində obraz haqqında məlumat verilmir. Bədii mətn anlayışı genişdir. Bütün bədii janrlar hamısı bədii mətn adlanır. Bütün bədii janrların giriş hissəsində obraz haqqında məlumat